aiddir. Ola bilər kimsə loqaritma keçməyib, loqaritmadan bilgisi yoxdur. Mən sırf bax bu loqaritmanın tipinin ümumi izahını verəcəm. Loqaritmada birinci sizə nə lazımdır? Loqaritmada 2 ədəd yazılır. Buna A əsasından B deyirlər. Aşağı A əsasdır, yuxarıda da yazılan ədəd bizə nə lazımdır? Bax, indi ona fikir verəcəyik, ondan da onu tapacağıq. Diqqət edin, burada yəni oxunur loqaritma A əsasından B. Burada əgər bu aşağıdakı da hər hansı bir eyni ədədin bir fərqli qüvvəti, bu yuxarıdakı da eyni bir ədədin bir fərqli qüvvəti olsa, bunun cavabı qüvvətlər nisbəti olur. Bax, loqaritmanın bu tipli misalların hesablanması budur. Nə deməkdir bu? Bax, məsələn, loqaritma kök altında 2, burada da 16. Bu kök altında 2-ni biz necə yazırdıq? 2 üstü 1 böl 2. Bu n-ci dərəcədən, burada da m-ci dərəcədən. Bunun mənası nə idi? İçərini nə edirdi? 3 ilə bölürdü. Yəni, qüvvət bizə lazımdır. 16 da məlumdur ki, 2 üstü 4'dür. Baxın, bizə qüvvətlər nisbəti lazımdır. İndi burada qüvvəti nədir? 4'dür. Burada da nədir? 1 böl 2'dir. Deməli, bunun cavabı nə edəcək? 8 edəcək. Sonra burada loqaritma kök altında 3, 3 üstü yenə 2-də 1'dir. 9'da 3 üstü 2'dir. Yenə də bizə qüvvətlər nisbəti lazımdır. Bu da eləyəcək 2 bölünsün 1 böl 2. Bu da nə eləyəcək? 4 eləyəcək. Deməli, baxın, ilkinin cavabını 8 tapmışdıq. İndi bu da 4'dür. Fərq nə eləyəcək? 4. Biraz əlavə misal yazım sizcə. Məsələn, bəzən lazım olacaq loqaritma 5'də 125. Deyəcək bu cavabı tap. Deməli, 5 əsasından deyirsə, bu 5 üstü 1'dir. 125 də 5 üstü 3'dür. Cavabı nə olacaq? Qüvvətlər nisbəti olacaq. Bizə qüvvətlər lazımdır. Bunlar eyni olsun, ikisi də 5 olsun. Onda cavab nə olur? Qüvvətlər nisbəti olur. Və yaxud da bir başqası, loqaritma, məsələn, 1 böl 9, tutaq ki, burada da 243. Biz bilirik ki, bunlar hər ikisi 3'ün qüvvətidir. 9'da 1 nədir? 3 üstü mənfi 2'dir. 243 nədir? 3 üstü 5'dir. Deməli, bax, 2 dənə bizə qüvvət lazımdır. Bunlar da var. Biri 5'dir, biri mənfi 2'dir. Deməli, olacaq mənfi 2'də 5. Ümumi halda baxanda, aşağı ilə yuxarı eyni olanda ikisində də qüvvətində 1 olduğuna görə cavab 1 eləyir. Yəni, məsələn, tutaq ki, loqaritma 3 əsasından 3, cavab 1 eləyir. Loqaritma 5 əsasından 5, cavab 1 eləyir. Yuxarı ilə aşağı logaritması eyni olanda cavabımız 1 edir. Loqaritmanın bu tiplərini belə hesablayırlar. Məsələn, bir dənə də götürək, tutaq ki, yazaq loqaritma 8'də. Məsələn, burada yazaq 3-cü dərəcədən 16. Biz bilirik ki, həm 8, həm 16 2'nin qüvvətidir. Bu 8 2 üstü 3'dür. 16 da 2 üstü 4, çöldəki 3'ə bölürəm. İndi baxın qüvvətlərə, bu 4 böl 3'dür, bu da 3'dür. Cavab nə olacaq? Qüvvətlər nisbəti olacaq. Bu da eləyəcək 4 bölünsün 9. Və mənası budur. Loqaritmada bu tiplərdə 2 dənə fərqli anlayış var. Birincisi nədir? Əgər loqaritmanın aşağısında 10 olsa, buna lığ, elci, onluq loqaritma deyirlər. Yəni, bax, bu lığ yazılıblısa, lığ 3 yazılıbsa, bunun aşağısı 10 olması deməkdir. Ona görə lığları hesablayanda bizə nələr lazımdır? Lığları hesablayanda gərək burada 10'un qüvvəti ola ki, aşağıda da 10 üstü 1 daxil. Cavab neyinə? Qüvvət ola. Ona görə loqaritma 100. 100, 10 üstü neçədir? Lığ yazmalıydım, fərqi yoxdur neynək. 10 üstü 2'dir 100. Onda bunun cavabı nə olacaq? 2. Və yaxud da lığ kök altında 1000. Bu 1000 dediyimiz 10 üstü neçədir? 3'dür. Kök altın qüvvətdə qüvvəti 2'yə bölmək deməkdir. Deməli, cavab qüvvətin nisbət edir. Deməli, lığıda gərək yazılan ədəd nə ola? Onun qüvvəti ola ki, onun nəticəsi olsun. Deməli, ümumi halda bir də təkrar deyirəm. Lığ 10 üstü 1 x olsa, cavab nə olacaq? X. Məsələn, bax, yenə yazıram. Lığ 1 bölünsün, məsələn, 100. Bu 1 bölünsün 100 deyiriksə, bu 10 üstü mənfi 2'dir. Deməli, nəticə nə olacaq? Mənfi 2.